Ren PSG oyununda Mən də onu seçmişəm. Renin qol vuracağını Mən də düşünürəm. qol variantı seçmişəm onu oyuna. 1.50 əmsaldır. Mənim fikrimcə, yəni ki, PSG əsas hədəf Çempionlar Liqasıdır. Əsas oyunçularını dinləndirəcək. Yəni normalda da bunu etmək lazımdır. Eyni ağılla yanaşmışıq. Bəli, mənim fikrimcə, yəni Ren öz meydanında da yaxşı oynayır. Qol. Verilən əmsal da Yox, ona qol yox, özü qol vuracaq. Renin özünün Aha, sıfır Renin özü. düşüsü. Kuponda görürsünüz siz. Sivasspor Göztepe oyunu var. Türkiyə Süper Liqasına getmişəm. Sivasspor düşmə zonasındadır. Fikrimcə öz meydanında Sivas yaxşı oynayır. Reyman Ayda son turlar yaxşı formada deyil, ancaq mənim fikrimcə Sivasspor Göztepe'yə qol vura biləcək. Sivasın 0-5 üstün ESK bir top vuracaq. Və sonuncu oyunun Napoli-Fiorentina oyunudur ki, Napoli fikrimcə Fiorentina məğlub edəcək. Çünki Napoli Avrokuboklarda yoxdur. Fiorentina dünən Panathinaikosla bir qədər belə deyə ağır oyun oldu. Gərgin oyun keçib. Napoli isə çempionluğu oynayır. Fikrimcə Napoli qalib gələcək. 3.20 əmsaldır. Ümumi 3 oyun. Uğurlar arzulayırlar. Sağ ol.